Tahir müəllim, necəsiz? Çox sağ olun. Yaxşı ol qardaşım. Deməli, Tahir müəllim, Tahir Əhmədov 65 yaşında. Xəstəmiz deməli 3 il öncə but sümüyünün burmalardan arası keçən sınığına görə müvəqqəti yaşadığı Rusiya Federasiyasında əməliyyat edilmişdi. Proksimal femoral millə fiksasiya olunmuşdu. Və bundan sonra isə xəstənin son 6-8 ayda şiddətli ağrıları başlamış, xəstə davamlı axsıyır, gəzə bilmir. Aparılan kliniki və radioloji müayinələrdən sonra xəstədə sağ but sümüyünün boynunun posttravmatik avaskulyar nekrozu, yəni Fikat təsnifatına görə 4-cü dərəcəli bir avaskulyar nekrozu aşkarlandı. Xəstəmizə həmin implantların çıxarılması və sağ but sanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı planlaşdırıldı. Onu da qeyd edeyim ki, xəstəmiz bizdən öncə bir neçə xəstəxanamızda olmuş. Xəstəyə orada olan implantın çıxarılmasının qeyri-mümkünlüyü söyləmiş və belə bu minvalla 6 ay müddətində də xəstənin əməliyyatı uzadılırdı. Şəxsi təcrübəmiz və Mərkəzi Gömrük Hospitalının olan şəraitə bağlı biz əməliyyatımız uğurlu alındı, biz orada olan implantlar çıxarıldı və xəstədə sağ but sanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatını həyata keçirdik. Xəstəmiz artıq əməliyyatdan sonra 2-ci gündür, aktivdir, gəzir. Keçmiş olsun Tahir müəllim. Sağ olun həkim. Sizdən dünyalara qədər razıyam. Bizim həkimimiz incə söhbət elədikcə mən özüm çox məəttəl qaldım ki, belə həkim Yücelni bizim Azərbaycanda var. Mən özüm təsadüf Əhmədov Tahir Bayramoğlu, Orenburq şəhərində uzun müddət də işlə əlaqədar işləmişəm. Təsadüf nəticəsində, yıxılmaq nəticəsi ilə mənim qılçamda operasiyaya getdi. Orada bizim diaspor tərəfindən, Hacı İlkin tərəfindən də köməklik oldu. Bu operasiya keçirildi. 1-2 il keçmişdi, bu təzədən başladı, çox belə ağrılara, çox belə dəhşət. Gəldim Azərbaycana. Bir neçə yerə, bu travmatoloji balinsasına müzakirət elədim. Nəysə bir ciddi nəsə deyən olmadı. Elə bildim ki, elə ki, yaxşıdır bəlkə də. Bir də qayıtdım ora. Akadvasda bu bəndə çox pis hallarda yeriyə bilmədim. 14 gün, 15 gün evdə qaldım. Mənə buradan dedilər ki, sən ancaq Azərbaycana getməlisən, bir dənə həkim var, onu tapsan sənin işin düzələr, Hüseyev həkimi. Mənə çox yaxınlarım dedi, özdə bir adam demədi, şəhərdanım. Dedim, ay Allah, mən bunu nətər gəlib tapım, bunu qəbuluna necə düşüm? Nəsə, gələsi olduq. Bacımla mən, Allah bacıya dəyməsən, ana əvəzidir. Çox uzundur, özü də həkim bilir. Çox uzun, həkim qayda qanundan çıxa bilməz. Dedim, mən götürənmərəm, gərək bizə bizim sığortamız olur. Biz çox uzun zülümlə, sonra düşdük həkimin qəbuluna. Mən çox hiss edirəm, maaş şəklində göstərib. Mənə elə gəlir, sizə də onu göstərər, bəlkə də qeyd eləyərsiniz ki, o nə deməkdir, o sümük. Onu heç bir həkim bacarmadı. Burada 2 yerdə də məndən atqaz elədilər. Dedilər, Rusiyadan bunun atverkasının zadı gəlsin də, markası. Vasmigrantov. Mənə burada bir nəfər həkim dedi, adı yadımdan çıxdı, dedi, Vasmigrant bizdə yoxdur. O gün məndən atqaz elədilər, bəlkə bunu ağırlığına görə, bəlkə nəyinə görə. Allah kömək olsun, həkimdən çox razıyam. Məni həyata qaytarıb, mən ömrüm boyu durduqca, mənim qarşıma kim çıxsa əgər bu sayədən deyəcəm, ay bala, vaxt itirmə, get bizim Hüseyev doktorun yanına. Mən buna köməklik edirəm. Çox razıyam, həddən artıq. Belə doktor, bax, canım heç olmuyordu, bax, inan, belədir. Özlə mədəni, həkim olmaqla deyil, mədəni insan olmaq ayrı şeydir. Çox sağ olsun həkim.